Sabahınız xeyir, hamınızı salamlayıram. Bugünkü gün bizim müəssisəmizə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyindən Vərəmsiz Gələcəyə Doğru təşkilatı təşrif buyurmuşdur. Bu təşkilatın əsas məqsədi Vərəmsiz Azərbaycan kampaniyasını təşkil etməkdir və vətəndaşlar arasında, pasiyentlər arasında, vərəmli xəstələrlə təmasda olan insanlar arasında vərəmdən necə qorunmaq və vərəmli xəstələrin hüquqları, onların maarifləndirilməsi ilə bağlı bizləri məlumatlandıracaqlar. Bunun üçün sözü verirəm Çingiz müəllimə. Çox sağ olun Arzu həkim. Deməli, biz sizinlə qonaq gəlmişik qeyri-hökumət təşkilatı qismində, necə ki doktor dedi. Deməli, əvvəla bir balaca mən daha doğrusu giriş nitqindən mən sizə öz təşkilatımızın missiyasını deyəcəm, xatırladacağam və daha sonra bizim təlimçi sizlə həmin təlimlə barədə mövzu keçəcək. Təlimimiz nəzərdə tutulub əsasən pasiyentlər və orta tip personal üçün, ancaq eyni zamanda da daha yararlı təlimçinin kvalifikasiyasını nəzərə alsaq, əlavə suallar da yarana bilər ki, bəli, o suallarla bağlı biz cavablandırarıq. O mövzuda da gedərik. Yəni, söhbətimiz konkret olaraq, interaktiv olanda daha gözəl olacaq. Ola bilər, slaydlara baxanda və yaxud da ki, birdən ani olaraq həmin momentdə istənilən adam hansı sualı istəsə mövzu daxilində, həmin sualları çünki biz bundan əvvəl 6 dənə klinikada keçmişik. Bunu çox gözəl gözləmədiyimiz halda da gözəl suallar, interaktiv həkimlər tərəfindən də, pasiyentlər tərəfindən də gözəl suallar olubdur. Yəni, bu bizim işimizdə də yararlı olur ki, biz də gələcəkdə mövqeyimizi bir balaca təkmilləşdirməyə bu suallardan istifadə edirik. Yəni, qeyri-hökumət təşkilatları nədir? Yəni, bilənlər bilir, bilməyənlər üçün məlumatda nəzərdə saxlayaq ki, qeyri-hökumət təşkilatları bu üçüncü sektor adlanır dövlətdə. Yəni, var dövlət strukturu, özəl struktur və qeyri-hökumət strukturu. Qeyri-hökumət strukturları adından göründüyü kimi hökumət daxilində işləsə də özlərinin müstəqil platforması, müstəqil yolu olur və eyni zamanda da qeyri-hökumət təşkilatları bizim halda tip sahəli təşkilat olduğumuza görə biz pasiyentlər və həkimlərlə işləyirik. Pasiyentlərlə, həkimlərlə, deməli, daha doğrusu pasiyentlərlə vətəndaşlar arasında, həkimlərlə dövlət strukturları arasında körpü rolunu oynayır. Yəni, ola bilər qaldırılmış elə məsələlər olur ki, bizim misallar çəkəcəm mən, qaldırılmış elə məsələlər olur ki, siz birbaşa ora çıxışınız məhduddur və yaxud da ki, sadəcə vaxtınız olmaz o barədə. Nə? Bəzi deməli, klinikalarda əmək haqqının, vərəmlə bağlı əmək haqqının aşağı olması, işçilərin aşağı olması bu böyük bir problemdir. Hamı başa düşür bunu. Yəni, deyə bilərsiniz ki, yaxşı, QHT burada nə edə bilər ki? Birbaşa heç nə. Ancaq dolayı yolla biz təklifləri götürürük və bizim ayın 21-də artıq öz məkanımızda biz baş həkimləri dəvət edəcəyik. İndi biz gəlmişik, sonra biz sizləri dəvət edəcəyik Dünya Biznes Mərkəzində. Biz orada təkliflər və eyni zamanda vərəm xidmətində olan boşluqlar, yəni bu hər bir inkişaf edən bütün strukturlarda boşluqlar olur. Əgər bu olmazsa inkişaf yoxdur. Hamı bilirik bunu. Ona görə biz bu boşluqları araşdıracağıq. Eyni zamanda da sizdən dəyərli təkliflər gözləyəcəyik. Məsəl üçün bir neçə klinikada bu dediyim hal var ki, əmək haqqının çox aşağı olması, ən çox kiçik tip personal arasında, orta tip, eləcə də həkimlər arasında, yəni bu aktual olan bir problemdir. Bunu biz nə edə bilərik? Biz bunu təkliflər paketi formasında yuxarı orqana, yəni Milli Məclisə təklif edirik və ictimai dinləmələr təşkil olunur və orada qulaq asılır. Demirəm biz deyən kimi onun əmək haqqı qaldırılacaq, ancaq davamlı surətdə biz bunu deyirik və bu sahədə də inkişafı gözləyirik. İnşallah yaxşı olacaq. Bu bir sahəmiz. Eyni zamanda bizim işimiz QHT kimi, qeyri-hökumət təşkilatı kimi təkcə gəlib belə maarifləndirmə işləri aparmaq deyil. Bu bizim balaca bir strukturun balaca bir hissəsidir. Ondan əlavə biz pasiyentlərin bilirik ki, vərəm də hamı bilir də, bunu deməyə ehtiyac yoxdur ki, vərəm həm də sosial problemdir. Eyni zamanda pasiyentlərin üzləşdiyi, eyni zamanda da tip personalının üzləşdiyi sosial problemlərlə yanaşı biz araşdırmalar aparırıq, yaşlaşdırma yollarını təklif edirik dövlət strukturlarına. Yəni, özünüz bilirsiniz, dövlət başçısının yeni islahatları, yeni deyəndə yeni deyil, artıq 6-cı ildir keçir, islahatlar var ki, açıq hökumət platforması çərçivəsində, eyni zamanda ictimai nəzarətin qeyri-hökumət təşkilatlarına tapşırılması nəticəsində, yəni çox böyük irəliləyişlər var. Bu bizim böyük pluslarımızdandır. Bu qədər. Mən çox uzun danışmayacağım, əsas vaxtınızda sizi çox almayacaq, sözü Mətanət xanıma verəcəyik. Mətanət xanım da bizim
çoxlarınız da tanıyırsınız, tanımayanlar da tanışır. İnanmıram ki tanımayan olsun sizi. Çox gözəl bir həkimimizdir, çox gözəl bir ziyalı alimimizdir və sizdən çalışacağıq bu sahədə fikir mübadiləsi aparaq. Mən də hər birinizi salamlayıram. Səmimi etiraf etmək istəyirəm ki, çox sevindim bura gəldiyimə görə. Çünki tanıdığım insanları gördüm və o tanıdığım insanların məhz vərəmlə mübarizədə aparan yolda biz fəaliyyətimiz olub və çox uğurlu da işlərimiz olub. Ona görə çox sevindim. Əlbəttə, vərəm müəssisəsində, vərəm haqqında danışmaq, bu bir qədər tanınmış məlumatlar və yeni bir məlumatlara da sizin nəzərinizə çatdırmaq məqsədini daşıyır. Çünki vərəm sahəsində fəaliyyət göstərən, istəyir orta tibb işçisi, istəyir baş tibb işçisi bu məsələni bilməlidir. Spesifik bir, ümumiyyətlə tibb sahəsində fəaliyyət göstərən hər bir mütəxəssis önəmlidir. Ancaq mən sizə Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə bağlı tibbi və sosial məqamları çatdırmaq istəyərdim. Və əlbəttə çox təşəkkür edirəm ki, belə bir layihələr həyata keçirilir. Çünki görüşlərdən biz rəylər də eşidirik ki, çox vacib məsələdir. Vacib məsələ ilə bağlı maariflənmə işləri aparılır. Və bilirsiniz, Azərbaycanda təcrübə də onu göstərir ki, maariflənmə o qədər də geniş aparılmır. Maariflənmə tək səsləndirmək və demək ki, bu budur, bu o deyil. Maariflənmə ümumiyyətlə vəziyyətin nə olmasını, o vəziyyət hansı hissləri yaradır, hansı problemləri oyadır sizdə ya da yaxşı, uğurlu bir şeyləri oyadırsa, bu çox yaxşı bir şeydir. Ona görə maariflənmə doğru şəkildə, standartlara uyğun aparılmalıdır. Bukleti verməklə yox, o bukletin daxilində nələr yazılır, onu insana rahat olan dildə açıqlamaq və çatdırmaqdır. Vərəm, artıq siz onu çox yaxşı bilirsiniz ki, vərəm dünyada ən təhlükəli xəstəliklərdən biridir, infeksion xəstəliklərdən və ölümə səbəb olan xəstəliklərdən, yəni birinci sıralardadır. Və ümumiyyətlə yenə təkrarlayaq sizinlə, vərəm hansı mikobakteriyalar tərəfindən törədilir, vərəm çöpləri tərəfindən törədilir. Dünyada yoluxucu xəstəliklər arasında ən geniş yayılan bir təhlükəli bir xəstəlikdir və dünya əhalisinin mən ümumiyyətlə çıxışlarımda, seminarlarda rəqəmlərə həmişə istinad edirəm. Çünki rəqəmlər bizə çox şeyləri göstərir. Dinamikanı göstərir, olduğu vəziyyəti bizə göstərir ki, və biz baxırıq ki, biz hardayıq, biz nə edirik, hansı uğurlarımız, hansı problemlərimiz var rəqəm baxımından. Çünki o vacib bir məsələlərdir. Və deyir ki, Ümumdünya Səhiyyə Təşkilatı, bilirsiniz ki, dünyada insanların sağlamlığı ilə məşğul olan, araşdırmalar aparılan, təlimatlar hazırlayan bir qurumdur və onların məlumatlarına görə dünya əhalisinin 1/3 hissəsi vərəm mikobakteriyaları ilə yoluxub. Hər il dünyada 10 milyondan çox insan vərəmlə xəstələnir və 2-3 milyon insan isə bu xəstəlikdən dünyasını dəyişir. Hər 10-15 saniyə ərzində bir nəfər dünyada vərəm xəstəliyindən dünyasını dəyişir. Bu da heç ürək açıcı bir rəqəmlər deyil. Ancaq bugün 21-ci əsrdir və 21-ci əsrdə də vərəmlə mübarizə ona qədər də geniş aparılırdı və onun nəticəsi olaraq 2000-ci ildən bəri 83 milyon insanın həyatı xilas edilmişdir. Məhz o müalicə proqramların nəticəsində, insanların o müalicə proqramlara qatılması nəticəsində, həkimlərin böyük səyləri, araşdırmaçılar, ekspertlərin böyük səyləri nəticəsində 24-cü ildə vərəmlə 10,7 milyon insanlar xəstələnib, 23-cü ildə isə 1,25 milyon insan vərəmdən dünyasını dəyişmişdir. Yenə də bu bizi narahat edən bir məsələdir. Ona görə vərəmdən hər gün danışmaq lazımdır. İlkin səhiyyə xidmətində işləyən tibb işçiləri, istəyir pediatr, istəyir terapevt, bütün ixtisaslı həkimlər vərəmi bilməlidir və düşünməlidir ki, burada vərəm ola bilər, onda vaxtında aşkarlana biləcək. 13 ildən sonra rentgen tərəfindən rentgen şüalarının təyini baş verdi. Yəni artıq başa düşülür ki, rentgen şüaları vacibdir, var və sonra 24 ildən sonra rentgen aparatı kəşf olundu və məhz vərəmin diaqnostikasında çox böyük rolu müəyyən olundu. Sonra isə yaxşı, vərəmə yoluxan insanların bəs aşkarlanması necə olsun?
və pirke sınağı oldu. Əgər yadınızdadırsa, bizim də uşaqlığımızda bizə pirke sınağı edirlər. Ancaq sonra yenə modifikasiya olundu, yeniləndi. Bugün artıq Mantu reaksiyası var, üsulu var, düzdürmü? Profilaktika üsulu kimi Diaskin üsulu var. Bunlar hamısı çox böyük dəstək olan bir üsullardır. 44-cü ildə Vaksman tərəfindən ilk vərəmin müalicəsində artıq streptomitsin də kəşf olundu. Bu da yaxşı bir əlamət kimi qəbul olunmuşdur. Və sonradan artıq Robert Koch'un 100 illiyi ilə bağlı artıq 24 mart, onun anadan olan günü ilə bağlı 24 mart nə günüdür? Vərəmlə mübarizə günüdür. Və mən düşünürəm, heç olmasa o gündə vərəmlə mübarizə edən müəssisələr nəsə fərqli bir şey etməlidirlər. Bir vərəmli xəstə il ərzində 15-20 nəfəri yoluxdura bilər. Bu da statistik bir məlumatlardır Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən. Ancaq əlbəttə yoluxma üçün şərait olmalıdır. Biz artıq başa düşürük ki və bilirik ki, daha çox hansı yolla yoluxma mümkündür? Hava damcı yolla. Ancaq Arzu xanım, siz də bilirsiniz, havanı biz bağlaya bilmərik. O yoluxmanın qarşısı alına bilməz, yəni hava baxımından. Biz nə edə bilərik? Biz özümüzü qoruya bilərik və özümüzün etdiyimiz davranışı dəyişə bilərik və doğru şəkildə bu işə. Ancaq başqa yoluxma yolları da var, düzdürmü? İndi sizin rastlaşdığınız, Arzu xanım təcrübəli, siz də Gülə xanım təcrübəli, siz də doktor təcrübəli həkimlərsiniz. Daha çox hansı yolla yoluxma baş verir? Burada göstərilir 95%, bu da statistikadır. Bugün başqa bir yanaşma tələb olunur tibb işçilərdən. Mən tibb işçisi olduğumla paylaşıram sizinlə. Multisektoral, multidisiplinar yanaşma. Sizdə də belə vərəmli xəstə hər hansı bir başqa əlavə bir vəziyyəti olanda o mütəxəssisi dəvət edirik. Ancaq ümumiyyətlə o xidmətin təşkilində hərənin öz rolunu göstərmək vacibdir və multidisiplinar və multisektoral. Multisektoral da o deməkdir ki, bütün sektorlar orada işləməlidir. Yoxsul bir ailədən heç kim ondan ünsiyyət qurmur, heç kim ondan. Deməli, orada multisektoral, orada sosial olmalıdır. Hüquqi məsələlər, ailə problemləri, hüquqşünas orada iştirak etməlidir. Yəni, burada sistemin doğru şəkildə qurulması və işlənməsi tövsiyə olunur. Mantu sınağı da sizə tanışdır. Mənfi, müsbət, şübhəli olan hallarda artıq fiziatr tərəfindən nəzarətdə olunur. Formaları da artıq onu qeyd elədim ki, bugün artıq vərəm formaları müəyyən olunub, tanışdır bizə, onların müalicə sxemləri var və doğru şəkildə burada artıq indi biz sizinlə görəcəyik ki, müalicə olunmaqda hansı klassik, ideal addımları xəstə etməlidir ki, ümumiyyətlə olmalıdır, tək xəstə yox, ümumiyyətlə proqram nəyi bizə göstərir ki, bu artıq sağalma baş versin. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 24 mart vərəmlə mübarizə günü kimi qeyd olundu və bu ildə Azərbaycan da qatılmışdı o tədbirlərə və 24 martda Ümumdünya Səhiyyə Təşkilatı mesajlar ötürür dövlətlərə, insanlara, cəmiyyətlərə ki, axı, yəni birləşin və konkret olaraq simptomları bilmək, müalicə metodlarını bilmək, üsullarını bilmək, müalicəni planlamaq, xəstənin bu haqda məlumatlandırmaq, düzdürmü? Test etmək, yəni bunlar bugün mən bu yaxınlarda Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən bir webinarın təşkilində bütün mütəxəssislər orada toplaşmışdır. Mən bilirsiniz heyran qaldım, səmimi deyirəm. Nə gözəl diaqnostik üsullar var, nə gözəl laborator təchizat olunub ki, vaxtında o müayinələr aparılsın ki, insanlar müalicə olunsun. Artıq o uzun müalicə ilə mübarizə, yəni daha qısa müalicə olunmalıdır, daha az həblər olmalıdır, inyeksiyalar olmamalıdır, hamısı peroral şəkildə qəbul olunmalıdır. Başqa çox böyük bir problem Azərbaycanda. Ümumiyyətlə, Azərbaycan o postsovet məkanından olan ölkələrdən ən aktiv deyə, yəni bunu göstərən bir cəmiyyətik, ölkəyik. Damğalanma, stereotiplərlə yaşayan bir cəmiyyətik. Bu doğru deyil. Tək vərəmdən söhbət getmir. Ümumiyyətlə, bir çox deyir, o belədir məndə də, ya da o heç nə olmaz. Qonşu nə deyər, başqa adam nə deyər, onunla həyatımızı qururuq. Bu doğru deyil. Mən nə edirəm, mən nə hiss edirəm,
onu bilmək lazımdır, onu danışmaq lazımdır. Və biz hətta bir layihədə iştirak elədik, stigma ilə bağlı rayonlarda. Siz bilmirsiniz nə vəziyyətdir rayonlarda. Ailələr dağılır, gənc oğlanlar ailə qura bilmir, müalicə olunan belə qadınlar və s. çox problemlər yaşanır məhz vərəmlə bağlı. Vərəmin xəstə olduğunu, vərəm sözünü ümumiyyətlə eşidəndə artıq oraya heç yaxın durmaq istəmirlər. Ona görə bununla mübarizə aparaq. Siz xəstələrlə ünsiyyətdə olursunuz, görüşürsünüz. Onların müalicə olunduqlarını onlara demək lazımdır. Olunmasında, bütün o tədbirləri həyata keçirilməsində güclü olmasına kömək etməlisiniz. 30-cu ilə qədər artıq bütün məsələlərdə, ilk yardımda da belə Çingiz müəllim, ilk yardım bilirsiniz, dünyada ilk yardım bir tədbirləri keçirilir. Həkim gələnə qədər yardım, insanların yardım etmə bacarıqlarının öyrənilməsi. O 30-cu il hədəf götürülüb bütün sahələrdə. Xəstəliklərlə mübarizə, xəstəliklərin deyir ki, 2015-ci ildə müqayisədə 90% ölüm faizini azaltmaq istəyirlər. Doğrudan da biz silahlarımız var. Deməli, bunu daha doğru şəkildə aparmaq vacibdir. Vərəmin sürətli test mövcuddur. Əgər biz 10 il bundan öncə baxsaydıq, başqa bir test var idi. O da gözləyərdilər və çox vaxt aparardı. Bu doğru deyil axı. Həkim və xəstə artıq intizarda qalırlar və bilmirlər nə edirlər. Halbuki müalicə gedir, ancaq çox çətin bir indi müəyyən olmayan bir şeydə necə olarsan? Bu artıq bəli, yəni bu çox gözəl bir testlərdir və onlardan yararlanmaq lazım. Bax elə bax bu testlər müxtəlif test növlərini də mən burada göstərirəm. Yəni qısa, bu gün artıq yenə də təkrarlanıram, bəlkə Ümumdünya Səhiyyə Təşkilatının ya da dünyada o vərəmlə mübarizə edən ekspertlər düşünürlər ki, 1 il, 2 il müalicə olmaz, iynə vurulmaz. İnsan narahat olur. Hələ nə qədər təsirlər var, əlavə təsirlər olur və gəl indi o xəstəni saxla. Düzdürmü? Bezir. Ona görə deyirlər qısadılmış, ancaq bütün xidmətlər bir yerdə olmalıdır. Bu çox vacib bir məqamdır. Mən istəyərdim biz hamımız buna nəzər edək və yadımızda saxlayaq. Vərəmin müalicəsində 6 ideal addım var. Baxın, birinci xəstə hara müraciət edir? O simptomları özündə hiss etdi, hara müraciət edəcək? Həkimə, tibbi şəbəkəyə, biz deyərdik ilkin səhiyyə xidmətinə. İndi qonşudan soruşar, valideyndən soruşar, ailə üzvündən soruşar, o başqa. Ancaq yenə də hara gedəcək? Həkimə. İlkin səhiyyə xidmətində. İlkin səhiyyə xidmətinə gəldikdə, deməli, vaxtında müraciət etsin. O simptomları gözləyib daha da şiddətləşəndən yox, vaxtında görsün ki, artıq bu məndə var, getsin müraciət olunsun. Müəyyən olunma, vaxtında müraciət etmə, sonra hara? İxtisaslı müəssisəyə müraciət olma. Artıq DOST müəssisəsinə müraciət etmə. Bu önəmlidir ki, burada ona daha geniş müayinələr olunsun. Dəqiq diaqnoz etmək, bu çox vacibdir. Burada vərəmdir, yoxsa pnevmoniyadır. Bunu dəqiq diaqnoz qoyulmalıdır. Müalicəyə başlamaq, müalicəni davam etdirmək və tam bitirmək. Baxın, bu ideal addımlardır. Ümumdünya Səhiyyə Təşkilatının, başqa qurumların, ekspertlərin tərəfindən qoyulan bir yoldur, addımlardır. Ancaq hər addımda istəyir xəstədə, istəyir cəmiyyətdə, istəyir tibb işçiləri tərəfindən problemlər yaşanır. Və onlar nə edir? Bu ideal addımları dəyişir, ideal etmir. Daha ağırlaşma, daha xoşa gəlməyən bir şeylər bizim qarşımıza çıxır və bizim ölkədə də bunlar rast gəlinir. Burada da əlbəttə aşkarlanma vacibdir, düzdürmü? Və artıq müalicənin uğurlu bitməsi vacibdir. Baxın, bu ideal addımlar da 2 hissəyə bölünür. Tövsiyələr də birləşməyi tövsiyə olunur. Bugün tibb işçilərin biliklərinin artırılması, istəyir həkimlərin, istəyir orta tibb bacılarının, hamının bilikləri artmalıdır və doğru şəkildə birləşib o işləri görməyə tövsiyə olunur. Bu da belə bir ehtiyaclar piramidasıdır. Psixoanalitik Maslow tərəfindən bizə təqdim olunur. Baxın, bizim hər birimizin bu ehtiyaclarımız var. Arzu xanım, sizin və mənim eyni ehtiyaclarımız var. Baxın, birinci nədir? Fizioloji ehtiyaclar. Bunlarsız yaşaya bilmərik. İkinci,
Təhlükəsiz, müdafiə olunmaq ehtiyacımız var. Müdafiə olunmasam yaşaya bilmərəm, öldürüləcəm ya da başqa bir təhlükə ilə üzləşəcəm və həyatıma bəlkə də son qoyulacaq. Ünsiyyətə olan ehtiyac. Baxın, bir nəfər insan bir qapalı yerdə qalsın, 3 gündən sonra onda artıq psixoloji bir problemlər oyana bilər. Müdafiə olunmaq, ünsiyyətə ehtiyacımız, qayğı və dəstəyə ehtiyacımız var. Bir nəfərin sadəcə qayğıya, sadəcə yanınızda olmağa, düzdürmü? Bilmək, öyrənmək ehtiyacımız var Arzu xanım. Onsuz yaşaya bilərəm, ancaq baxın hardadır. Uzaqdadır. Bilmək vacibdir. Yenə də onsuz yaşamaq doğru olmaz, çünki yenə də təhlükə ilə üzləşəcəyik. Estetik şeylərə ehtiyacımız var. Gözəl şeyləri görmək istəyirik. Gözəl sözləri eşitmək istəyirik. Buna ehtiyacımız var. Və özünü təsdiq etmə. Baxın nə qədər faiz, 10%, hətta 5% göstərirlər bəzi yerdə. Tamamlayır, ancaq yenə də faizcə onsuz yaşaya bilərəm. Söhbət bundan gedir. Ehtiyaclar budur. İndi baxın, bu hamı üçün eynidir. İstəyir tibb işçisi, istəyir Amerikalı, istəyir Azərbaycanlı, yəni bütün insanlar üçün. Sizcə vərəmli xəstələr aşkarlayanda ki, o vərəmli xəstədir, ünsiyyətə ehtiyacı olacaqmı? Olacaq, ancaq almayacaq o ehtiyacı, ödəməyəcək. Ona o ehtiyac ödənilmir. Ona görə faiz baxımından dəyişiləcək. Həlli yollar nədir? Biz artıq onu qeyd elədik. Biz ona görə elə burada o nümunəni sizə göstəririk. Qeyri-hökumət təşkilatları, dövlət müəssisəsi, müstəqil ekspertlər iştirak edir. Və bu da onu göstərir ki, biz hamımız bunu düşünürük. Bu mövzuya marağımız var. İstəyimiz var ki, artıq ölkəmizdə də bu məsələ həll olunsun. 26 il Arzu xanım bu qanunla işləyirik vərəmlə mübarizədə. Artıq dəyişmək lazımdır və buna görə də ölkə prezidenti bir qərar verib ki, bu qanun dəyişilsin və daha çox xəstələrə yönəldilsin. İndi o necə olacaq? O məsələlər də müzakirə olunur. Artıq işçi qruplar 3 dəfə deyəsən Milli Məclisdə artıq müzakirələr, dinləmələr olub və orada hamının iştirakı, bütün sektorlar orada iştirak edir. Və vərəmlə mübarizədə tək əldən səs çıxmaz. Düzdür, çox yaxşı deyilir. Hamı birləşib və uğur qazana bilərik. Vərəmə son qoymaq əlbəttə siyasi öhdəlik və yüksək səviyyəli fəaliyyətlər aparmaqla. Yəni bu artıq prioritet sahə olmalıdır. Və əgər qanunun yenilənməsi artıq bu gün gündəmdədirsə, deməli bu artıq ölkə tərəfindən siyasi bir məsələ kimi baxılır. Bu da bizim vərəmlə mübarizə qeyri-hökumət təşkilatlarından ibarət bir koalisiyadır yaratmışıq 11-ci ildən. Bir neçə təşkilat birləşib vərəmlə mübarizə tədbirlərini həyata keçirdir. İstəyir milli səviyyədə, istəyir beynəlxalq səviyyədə. O dediyim qanunun dəyişməsində biz də öz təkliflərimizi yəni irəli sürmüşük və aktiv iştirak edirik. Vərəmlə mübarizə biz birlikdə güclüyük. Belədir. Ümumiyyətlə yaxşı bir şüardır, hər yerdə istifadə oluna bilər. İlkin səhiyyə xidməti qurulub hal-hazırda. Yəni xəstə insan özünü xəstə hesab edən zaman o müraciət eləyir öz yaşadığı ərazidə poliklinikaya. Ora müraciət eləyir, poliklinikada çeşidlənir xəstə. Yəni bu vərəm xəstəsidirmi və yaxud da adi yuxarı tənəffüs yollarının xəstəliyidirmi? Ona uyğun xəstə, yəni aidiyyəti, yəni yerlərə göndərilir, müayinələrə göndərilir. Orada tibb işçiləri, yəni həkim, ailə həkimi onu yönləndirir. Yəni indi sistem bu cürə qurulubdur. Yəni bunu burada sadə. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, nəsə demək istəyirsiniz? Əlavə eləmək istəyirəm. Ümumdünya Səhiyyə Təşkilatının bir çox kurslarında mən təlimlərini iştirak eləmişəm. Məlumatım var. Vərəm kurslarında da iştirak eləmişəm. Vərəmin aşkarlanması, triajı, diaqnostikası, yəni iştirak eləmişəm. Təbib cəlb eləmişdi bizi kursları. Biz iştirak eləmişik. Eləcə də Covid dövründə müalicələrlə onların aşkarlanmasını iştirak. Mən sözümün mahiyyəti nədən ibarətdir? Yəni bu əvvəllər dispanserlər var idi, bəli. Və insanlar o dispanserə müraciət elirdi, çox zaman eləmirdilər. Onun adı, yəni adi dispanser, onlar çəkinirdilər. Ay qohum-əqraba bilər, ay ətrafım bilər ki, mən dispanserə getdim. Amma mən düşünürəm ki, indi vəziyyət daha da sadələşib, daha da yəni
yəni əlçatan olub. Yəni hər bir insan özünü narahat hiss elədiyi zaman öz ailə həkimi var da. Yəni sistem belə qurulub. Yəni bu hökumət səviyyəsində ailə həkiminə müraciət edir poliklinika şöbəsində. Ailə həkimi onu yönləndirir. Bu nə xəstəsidir? Bu veneroloji xəstədir, bu onkoloji xəstədir, bu vərəm xəstəsidir. Ona uyğun o xəstəni yönləndirir spesifik, yəni ixtisaslı həkim müayinəsinə. Burada çox sadədir və onu nə dil bilir, nə dodaq bilir. Yəni bu çox bir sadə bir, yəni müayinə usuludur. Mən demək istəyirəm ki, bu bizim ağciyər xəstəlikləri mərkəzinin yaranmasında da əsas məqsəd ondan ibarətdir ki, bu vərəm xəstələrinin vaxtında aşkarlanması, onların müayinələri cəlb olunması, müalicələri, bəli, müalicələri cəlb olunması. Yəni mən deyərdim ki, ağciyər xəstəliklərinin mərkəzinin yaradılması indi hal-hazırda çox aktual oldu. Yəni çox yerində oldu ki, artıq yəni bilindi ki, xəstə əgər ağciyər xəstəliyi ilə, yəni yoluxubsa, vərəmə yoluxubsa, qeyri-vərəm və yaxud yuxarı tənəffüs yolları iltihabı, orada proseslər çoxdur. Məsələn, absesidir, ağciyərin qanqriyası, yəni bu çox böyük bir sahədir. Onlar müəyyən pulmonologiya sahəsidir. Onlar müəyyən bir ixtisaslı həkimdə müalicə olmaq imkanı var o xəstələrin. İxtisaslaşma gedir hal-hazırda. Yəni xeyr, yaxşıdır. Müəssisələrin ixtisaslaşması gedir ki, yəni hər bir kəs kontingent olaraq öz müəssisəsinə qəbul olunsun ki, müalicədən yayınma, gizli müalicələr tətbiq olunmasın o xəstələrə. AXM müəssisəsi yarananda əlbəttə ki, hamımız üçün biraz qeyri-adi bir şey oldu ki, bu nədir, yaranır, dispanserlər ləğv olur. Amma mən hal-hazırda bu işin içindəyəm və gündəlik 5 dəqiqəlikdə biz iştirak edirik və mən görürəm nə qədər kontaktlar yoxlanır, nə qədər müəssisələr yoxlanır. Bütün belə deyək, bütün rengen, portativ rengen və diaskin və mantu sınaqları tətbiq olunur o müəssisələrə, texnikumlara, universitetlərə. Əvvəlcə bizdə davamlı xəstələr protokola qoşulurdu. İndi həssas xəstələr də protokola qoşulur və protokolla bütün xəstələrin siyahısı var. O siyahılar nəzarət olunur, onların kontaktları yoxlanır. Qeyri-legal müalicələr çox idi. Həkimlər bir növ pul qazanmaqdan ötürü vərəm xəstələrinə özlərinə belə deyək də, maddi obyekt seçmişdilər. Çünki vərəm xəstələrində yaxşılaşma bir müddət, qısa müddətdə olur, onların ağırlaşması isə sonradan olur və pis ağırlaşma olur. Yəni, əgər bir səhiyyədə, biz əgər keçmiş səhiyyəni uğurlu səhiyyə hesab eləyiriksə, bir səhiyyədə bu qədər davamlı xəstə varsa, hətta uşaqlarda varsa, bu uğurlu səhiyyə deyil. Bu tamamilə uğursuz səhiyyədir. Uğurlu səhiyyə odur ki, xəstəlik davamlıya keçmir, nəzarət olunur, fibroz kavernoza keçmir, uşaqlar arasında meningit olmur, digər orqanların vərəmi, ağciyərdən kənar vərəm azalır. Əgər bağırsaq vərəmi çoxalıbsa, deməli, cəmiyyətdə, müəssisələrdə vərəm ifraz edən, kulinariyada işləyən xəstələrin sayı çoxdur. Bu acınacaqlı haldır. Deməli, bizim qeyri-hökumət təşkilatlarına, yenə söhbətimin əvvəlində qeyd eləmişdim, təkcə işimiz bizim maarifləndirmə işi deyil. Biz eyni zamanda sosial tərəfdən də yaxınlaşırıq. Yəni, problemlərin həllinə çalışırıq. Demirəm, nail oluruq, çalışırıq nəyəsə nail olmağa və göstəricilərimiz də az deyil. Günar xanım, yadınıza gəlsin, Çernişev deyəsən var idi sizdə. Vladimir əvvəllər, hə. Bax o, bizdə hamısının video yazıları var. Yəni sadəcə onlar özlərinin razılığı olmadığını biz onu göstərə bilmirik. Sadəcə onların təşəkkürləri var təşkilata ki, onların sosial məsələyə yerləşdirilmişdi. Ev seçildi neçə il bundan qabaq, 4-5 il bundan qabaq olardı. Eyni zamanda başqa bir indi Qobustanda Azər adında bir pasiyent yatır. O da sizdə yatırdı. Bəli. Yəni indiyə qədər də o əlaqə var. Vidadi. Bugünkü gündə minnətdarlıq, bugünkü gündə gəldi. Bəli, yəni söhbət vurğulamaq o bizim minnətdarlığımıza yox, sadəcə olaraq ki, yəni bizim göstəricilər real göstəricilərdir, azdır, ancaq realdır. Yəni bir də var ki, yüzlərlə göstərici deyim, yoxlamaq mümkün deyil, ona görə o qalır orada. Ona görə deyim, yəni bizim özümüz Mətanət xanım da bilir, bizim təşkilatın işçilərinin çoxu keçmiş vərəm xəstəsi olub sağalmış insanlardır və bunlar ən güclü potensialdır. Nəyə görə? Maarifləndirmə sahəsində. Sadəcə bugün bura dəvət edə bilmədik biz təlimçi qismində. Çünki auditoriya fərqlidir. Yəni tibbi təhsil olmayan gəlib tibbi təhsili olan yanında belə danışa bilməz. Ona görə ancaq biz bundan öncə orta məktəblərdə keçəndə bu maarifləndirmə işini keçən il, ondan öncəki ildə ailə qadın mərkəzlərində, ondan öncəki il gənclər arasında, yəni biz tez auditoriyada yaşayırıq. Keçəndə bəli, bizdə keçmiş pasiyent olmuş təlimçilər çıxış edirlər və onlar öz praktikasından danışırlar. Özləri öz razılıqlarına, slaydlara öz xəstə olduğu şəkillərini qoyurlar.
konfeksiya formasında, dərman içdiyi formada, yəni belə və hal-hazırda özü canlı bir model kimi, yəni ki, bizim tibb işçilərinin danışdığı məlumatlardan o daha effektiv olur. Yəni yerində suallar yağdırılır onlara. Və sizə bukletlər vermişik. Arxa səhifəsində onlar sizdə qalacaq. Bizim kontaktlar var. Eyni zamanda sosial şəbəkələrdə harda yazsaz, Google axtarış yazsaz vərəmsiz gələcəyə doğru YouTube-dan bizim bütün tədbirləri görəcəksiniz canlı şəkildə. Facebook səhifəsində təşkilatın bizim əməkdaşların işlərini görəcəksiniz. Eyni zamanda sayta daxil birinci sayta yönləndirəcəksiniz. Saytda geri dönüş hissəsi var. Oradan bizə yaza bilərlər. Yəni pasientlərinizə də deyin, kimə nə lazım olsa, çünki maarifləndirmə işi belə işdir ki, həkimin konkret olaraq işini bir tərəfə qoysun müalicəni, başlasın maarifləndirmə, bu qeyri-realdır. Düzdür, gedə-gedə sözün deyir, ancaq fikirləşək ki, məsəl üçün gün ərzində 20-30 pasiyenti olan həkim öz aramızda axı bu real deyil ki, müalicə eləyir, həm də maarifləndirsin, bu qədər iş tapşırsın. Bu da ona görə də qeyri-hökumət təşkilatları bu sahədə bu işi öz üzərinə götürürlər. Heç kəs demir həkimə ki, sən maarifləndirmə. Xeyr, o da əla. Ancaq bizə də yönləndirə bilərsiniz ki, siz görmüşsünüz vaxtilə dediyim adamları yönləndirdiniz, nəticə ortada var. Düzdür, nəticələr bəzən alınmaya da bilir, o da olur. Allah ki, biz axıra qədər maraqlanır, araşdırırıq bu sahəni. Yəni, qarşımıza məqsəd qoymuşuq ki, təşkilat kimi yaranmışıqsa, bu təsisat da əgər yaranıbsa, deməli, nizamnaməsinə uyğun olaraq fəaliyyəti deyə bilərsiniz ki, belə təşkilatlar çoxdur. Bəli, indi mən öz təşkilatıma cavabdehəm. Ona görə nə lazım olsa pasientləri yönləndirə bilərsiniz bizə. Görüşdük. Vaxtınızdan nə qədər ayırdınız bizə çox sağ olun. Hər biri təşəkkür edirəm.